Axşamınız xeyir dəyərli dostlar, hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Mən bugün cincilin qutab eləyirəm. Çox dəyərli, hətta deyərdim ki, çox dadlı göyərti qutabından, göyərtilər qutabından belə dadlıdır. Yığdım, qəşəng yudum, doğradım, cincilin qutabı bişiririm. Bəzi öz yörələrdə buna, məsələn, quş qonmaz, quş otu deyirlər, nə bilim, bəziləri cimcimə deyirlər, biz isə cincilim deyirik buna. Çox dadlı, çox belə xeyirli bir otdur. Çalışdığım qədər istəyərəm ki, ən azından il ərzində, bunun sezonunda 1-2-3 dəfə bişirəm. Bu da qismət bu günəymiş, yığdım qəşəng. Dəyərli dostlar, bax bu mənim doğramış cincilimin, bu da hazır qutabım. Kimin könlündən keçirsə, kimin ürəyi istəyirsə, buyurub qonağım ola bilər. Hər birinizə qapım açıqdır. Dəyərli dostlar, bu arada yorum yazmağı, takip eləməyi, abunə olmağı unutmayın. Hər biriniz bir yorum, bir abunə olsanız, takip eləsəniz mənə xoş olar. Hər birinizə bəri başdan öz təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Allah sizi canınıza uzun ömür, can sağlığı versin. Əsas insanın can sağlığı. Can sağlığı olandan sonra hər bir şey öz yerini alır. Dəyərli dostlar, yorum yazmağı, takip eləməyi unutmayın. Sağ olun, sağlıqla qalın gələn videolara qədər. Üzrü sayın ki, mən videoları biraz gecikdirirəm. Çünki müəyyən bir işlərimiz var. O işlər əsasında video çəkə bilmirəm, dəyərli dostlar. İnşallah indən sonra çəkəcəm. Sağ olun, sağlıqla qalın.